Yenidən ölkə gündəminə qaydırıq. Gəncədə daha bir şəxs səssiz ölümün qurbanı olub. 19 yaşlı tələbə dəm qazından boğulub. Təfərrüatlar sıradakı sujetdə. Hadisə Gəncə şəhərində Vaqif küçəsi 96 ünvanında baş verib. 19 yaşlı Ləman Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. O xəstəxanaya yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Belə bir şey olacağı ağlımızın ucundan belə keçmirdi. Gecə saatlarında bizə qrup yoldaşlarımız tərəfindən zəng gəldi. Onda bildik ki, yəni Ləman ölüb. O çox həyatda dolu bir insan idi. Yəni ki, gələcəyi fikirləşirdi, gələcək haqqında planlar qururdu, amma ki, qismət olmadı. Həyatını itirən Ləman Əliyeva əslən Ağcabədi rayonundandır. O, Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya Fakültəsinin 1-ci kurs tələbəsi olub. Hadisə də Gəncədə kiraya qaldığı evdə baş verib. Faktla bağlı araşdırma aparılır. Mədnə Niknəcat, Rüfət Bayramov, Sənan Bəhrəmli, ATV Xəbər, Gəncə.